Salam uşaqlar. Biz Dövlət İmtahan Mərkəzinin 1-ci qrup kimya 20 variant sınaq imtahanından deməli ümumi sınaq 11-in izahına baxacağıq. 1-ci və 4-cü qrupların hamısının izləməsində yəni fayda vardır. Burada mühüm qaydalara, mühüm məqamlara toxunacağıq. Ən çox uşaqlar məsələn hansı mövzudan çətinlik çəkirlərsə onu şərhlərdə qeyd edə bilərik. Bizim ümumi növbəti sınağımız da o yönümlü olar. Deməli, başladıq suala. Birinci suala baxaq. Nə deyir bizə? Deməli, metal sulfidin yanma tənliyi verilib. Deməli, qeyd edək. 2 metal sulfid üzərinə gəl. Deməli, 3O2 alınır. 2 metal oksidi üzərinə gəl. 2SO2 üzərinə gəldi 820 kilojul istilik ayrılır. Biz baxırıq ki, cədvəldə bizə kütlə baxın burada uşaqlar 48 qram verilib. Bir də şərt qoyur ki, o metal sulfidin 48 qramla yanması zamanı 205 kilojul istilik ayrılır. Onda biz burada 48 qram metalın kütləsini qeyd edək. Burada da deməli bax 205 kilojul istiliyi qeyd edək. İndi bu metalın emiri biz bilirik ki, qeyd etsək, emir metal sulfid deməli bərabərdir. Metalın emirin x ilə qeyd edək. Onda kükürdün orada biz baxırıq. Bir atomunun kütləsi 32. Yəni A-yeri 32-dir. Onda yaza bilərik ki, x üstəcə 32 bu metalın 1 molunun kütləsidir. Onda yaza bilərik 2 üzərinə 32-dən biz baxırıq ki, 820 kilojul istilik ayrılıb. Baxın burada 820. Onda belə bir tənasüb qurarıq ki, 48 qram yanmasından da 205 ayrılır. Baxın, burada 820 4 dəfə kiçilib. Ya biz bunu çarpaz üstündən istifadə edib tənlik yazmalıyıq, tənasüb üsulunu, ya da bunu kiçiltmədən istifadə. 820 baxırıq ki, oradan 4 dəfə kiçilib. Bunu da yaza bilərik ki, 2 deməli 2 üstəcə 32 bölünsün 4 bərabərdir 48. Deməli, buradan da ixtisar gedəcək 2-2-yə 1, 4-2-yə 2. Bunu yaza bilərik 2 üzərinə 32 bölünsün 2 bərabərdir 48. Deməli, x üzərinə gəldik 32 bərabərdir 48-i də 2-yə vursaq. Deməli, 96. 2-də 8-in 90. 48-in 96 etdim. Deməli, x də buradan bərabərdir 96-dan da deməli 32-sini çıxsaq 64 olduğuna. Baxırıq ki, burada metalın nisbi atom kütləsi deməli A-yer metal bərabərdir 64. Baxırıq 64 C variantı. Deməli 64 olduğunu aldıq. Sonra deməli ikinci hansı ifadələr doğrudur? Burada bizə verilib şərtlərə baxaq. Etandiol 1,2 adi şəraitdə mayedir. Gliserin zəhərli maddədir. Etandiol 1,2 birli spirtdir. Gliserin su ilə müxtəlif cinsli qarşılıq əmələ gətirir. Etandiol, baxın, qeyd edək etandiol necə yazılır? Karbon H2. Baxırıq ki, etandiol 2 atomlu spirtdir. Digər adı demək etilin glikoldur. Gliserin isə 3 atomlu spirtdir. Qeyd edək. Baxın, etanol 1,2 adi şəraitdə mayedir, düzdür. Çünki onsuz bütün spirtlər hamısı demək olmaz. 17-dən yuxarı o ali spirtlər bərk haldadır, maye haldadır. Gliserin zəhərli maddədir, xeyr. Etilin glikol zəhərlidir. Etanol birli spirtdir. Baxın, burada OH-ın birləşdiyi karbon atomla bir karbon atom birləşib. Buna görə bunu düzgün variant götürə bilərik. Gliserin su ilə müxtəlif cinsli qarşılıq əmələ gətirir. Xeyr, çünki spirt su ilə heç vaxt müxtəlif cinsli qarşılıq əmələ gətirə bilməz, ancaq homogen qarşılıq əmələ gətirir, yəni eyni cinsli qarşılıq əmələ gətirir. Burada bizə düzgün ifadələri istəyirsə 1, 3 baxırıq C variantı. Bax, onda burada lövhəmizə böyüdək. Baxaq suallar, bunlar üzərində işləyir.
Baxın, burada bizə metafosfat turşusu verilmişdir. Molekul rabitələrin sayı. Metafosfat turşusu, baxın, burada uşaqlar, yazaq bunu. HPO3'dür. Yəni yazanda bunu ümumi yazırıq HPO3. Baxın, burada oksiləşmə dərəcəsini tapaq. 3/6 -1, -5. Lap buradan yazaq. Qaydan olsun. Deməli, -2, -1. Burada 3/6, 6-dan da 1 çıxdıq. -5. Yəni burada bunun 5 tək elektronu var. 5 valent rabitə yaratmaq imkanı var fosforun. İndi baxaq, suallara cavab veririk burada. Sigma rabitələrin sayı x bərabərdir. Sigma rabitələrin sayı baxacaq. 1, 2, 3, 4. X bərabərdir 4. Pi rabitələrin sayı 2-dir. Özünüz də uşaqlar saya bilərsiniz. X, Y nisbətini istəyir. Yəni 2x bölünsün y bərabərdir 4 bölünsün 2 bərabərdir 2. Demək, variant Y. Dördüncü halda bizə nə deyir? Alınan maddədə oksiləşmə dərəcələrini, azotun oksiləşmə dərəcələrini x, y ilə ifadə ediblər. Baxaq, NH4, NO3 parçalananda biz bilirik ki, N2 O-ya parçalanır. Üzərinə su. Burada da natrium nitrit əmələ gəlir. Natrium nitritdə deməli 3 cür yazılır. X, Y cəmini hesablayın. İndi biz burada baxın, qeyd edək. N2O natrium 3 natrium nitrit. Baxın, burada azotun deməli oksiləşmə dərəcəsi -1. Sonra natrium nitritdə -3 -1. Bunu belə də yaza bilərsiniz. Oksigen indeksini bax 1-i vurun 2-yə, bölün azotun indeksinə 2. Burada da məsələn 1 yazılmır da, 1-i vurun azotun üzərinə -3-ə, bölün 3-ə, atın üstünə işarə 1-i mütləq bir atom müsbət yüklənəndə digəri mənfi yüklənir. Yəni işarəni nəzərə almayın. Bir də deyirəm, baxın. Azot, diazot monoksiddə bax bu 1 yazılmır burada. Bu 1-i vurduq 2-yə, yenidən böldük bunu 2-yə, atdıq üstünə. İşarə nəzərə almadıq. Deməli, indi nə deyir burada? Alınan maddəyə azotun oksiləşmə dərəcələri deməli birinci x bərabərdir -1, y bərabərdir. Deməli ikincidə də -3-dür. Bunların toplamı deməli toplamı 2x üzərinə y bərabərdir. -1 belə yazaq da üzərinə -3 bərabərdir. Bu da -2. İkinci aydın düşdü. -2. Sonra baxaq görək suallarımıza. Ehlervin diaqramında baxırıq. Metan və propan verilib bizə. Bunu lövhəni belə uşaqlar rahat izah edək. Burada baxaq. Birinci 5-ci suala biz baxaq. Bizə hansı birləşmələrin cis-trans izomerləri yoxdur? Burada hansı birləşməsi alkenlərdə əgər birinci karbon atomu ondan sonra 2 qat rabitə görürsə, onların cis-trans izomeri yoxdur. Baxın, birinci lap bunları bir-bir yazaq. Nümunə üçün 2 dənə izah edək. Lap birinci birləşmədə bax fikir verin uşaqlar. Karbon 2 qat rabitə karbon. Deməli bir tərəfinə brom. Karbon H3. Deməli, yenə brom, digər etil radikalı. Baxın, bu birləşmə, birinci cis-trans izomerlik nədir? Əgər baxın, 2 qat rabitəni ilə bir müstəvinin ortasından bölürəm. Əgər müstəvinin bir tərəfində eyni radikallar, yaxud da hissəciklər olarsa, biz buna cis izomer deyilik. Əgər bunları biz, bax bu verilən birləşməni, bir də yazaq bunu uşaqlar. Deməli, karbon H3,
brom, karbon H2, karbon H3, brom. Baxın, burada biz metillə bromun yerini dəyişdik. Baxın, burada fikir verin uşaqlar. Bax, burada qeyd elədik, yerini dəyişdik. Baxın, bunu müstəvini ortadan yenə böləndə, baxın, müstəvinin bir tərəfində burada fikir verin, müxtəlif radikallar hissəcikləri olur. Əgər müstəvinin bir tərəfində eyni radikallar olarsa, biz buna cis izomer yaradır deyirik, müxtəlif radikallar olsa trans izomer yaradır. Yəni A birləşməsində verilən o birləşmə alkendir. Bunun həm sisi, həm transı vardır. Məsələn, B variantında lap aydın olmaq üçün yazaq. Məsələn, orada bizə verilib, baxın uşaqlar, yenə karbon 2 qat rabitə. Deməli, bir tərəfinə hidrogen qoyaq, bir tərəfinə xlor. Yenə burada brom, bir tərəfinə hidrogen. Baxın, bunun bu yazdığımız cis izomerdir. Çünki baxın, burada müstəvinin bir tərəfində eyni hissəcik görürük. Bunu indi trans izomerində yazaq. Burada karbon, 2 qat karbon. Baxın, burada belə deyək, H-la xlorun yerini dəyişdirib. Bura hidrogen qoyaq, bura xlor qoyaq. Digərlərini olduğu kimi saxlayaq. Baxın, müstəvinin müxtəlif tərəflərində baxın, müxtəlif hissəciklər oldu. Bunun, yəni bu birləşmənin də həm cis, həm trans izomeri var. Amma orada üçün, məsələn, o alken üçün, alkenin bromlu törəməsi də, deməli, monohalogenli törəməsi üçün biz bu qaydanı tətbiq edə bilmərik heç vaxt. Yəni, alınmır. Baxın, uşaqlar, iki qat tərəfində, baxın, bir tərəfində hidrogen qoyun, bir tərəfində hidrogen qoyub, 2 qat rabitəmizi qoyaq. Karbon, bir tərəfində etil, bir tərəfində də brom. Baxın, bunu burada fikir verin. Bax, bu hidrogenlə bu hidrogenin yerini dəyişsək, nə fərqi var? Eyni birləşmə alınır da. Ona görə bunun cis trans izomeri yoxdur. Yəni, belə bir alkenlər mövzusunda bir qayda var ki, karbon atomuna birinci nömrədən sonra 2 qat rabitə görürsə, o karbon axırıncı üçün də keçərlidir. O karbon atomunun heç vaxt cis trans izomeri olmur. Yəni, ortada olsaydı, ikinci karbon atomunun nömrəsindən sonra, 2-dən sonra biz 2 qat görürsə, bunun cis trans izomeri olardı. Sonra polimerləşmə dərəcəsi eyni olan polimetil metakrilat və poliizopren üçün nədir? Biz bilirik ki, polimetil metakrilat iri molekullu birləşmədir, poliizopren də iri molekullu birləşmədir. Bunlar nədən əmələ gəlib? Bax, birinci o polimerlə alınma reaksiyasını yazaq. Birinci yazaq, deməli, metaakrilat turşusunun metil efirini, karbon H2, deməli, 2 qat rabitə, karbon H3, deməli, karbon, karbon H3. Baxın, bunu en sayda götürəndə biz bilirik ki, bu metaakrilat turşusunun metil efiridir. Yəni, bu mürəkkəb efirlərdən də iri molekullu birləşmə əmələ gəlir. Bu alınanda burada karbon H2-li 2 qat rabitə buradan uşaqlar. Baxın, buradan qırılır. Bax, bu 2 qat rabitə buradan qırılır. Elə bir ki, ətrafa yazırıq. Deməli, karbon H3, deməli, karbon 2 qat rabitə, karbon H3. Yəni, alınır, polimetil metaakrilat, iri molekullu birləşmə alınır. Baxın, poliizoprində eyni qaydada, burada yerləşdirə bilməyəcəyik, yazaq burada. Poliizoprində yazaq. Yəni, biz bilirik ki, bu poliizopren iri molekullu birləşmədir. İzoprendən alınır. İzopren birinci yazaq biz necə? Karbon H2, karbon 2 qat rabitə, karbon H3, karbon H2. Baxın, yenə bunu en molekula burada götürmüşsə, əgər
Yəni eyni molekula. Keçir buradan, yenə buradan karbon H2. Baxın, burada baxın, pi rabitələr qırılır. Elə bil keçir ətrafına. Atır ətrafına. Karbon 2 qat rabitə, karbon H. Orada amma bir qat, burada deməli ikinci və üçüncü karbon atomları arasında mütləq amma 2 qat rabitə yaranır. Karbon H3, karbon H2. Səhv olmadı, 1, 2, 3, 4 yox, düz oldu. Bu da poliizopiren kauçukudur. İndi baxaq suallara cavab verək. Bizdən burada nə istəyir? Vulkanlaşa bilməsi, xeyr, burada eyni olan deyirsə, polimetakrilat üçün vulkanlaşma nə demək? Yəni onun tərkibində kükürt atomu olur da o vulkanlaşma prosesi gedəndə. Yəni bu eyni ola bilməz. Yəni bu səhvdir. Götürə bilmərik. Bunu metil qruplarının sayı. Baxaq, metil qruplarının sayı fikir verin. Orada polimetil metakrilatda 2 dənə orada. Baxın, 2 dənə baxın. Metil qrupu var orada. Amma izopiren kauçukunda baxın 1 dənə var. Ona görə bu da üst-üstə düşmədi bu fikirlər. sp2 hibrid orbitalların sayı izopiren kauçukunda baxın yazsaq sp2. Burada deməli sp2 deməli bunlar sp3'dür. Bu da sp3'dür. Sonra deməli baxdıq bu da sp3'dür. Deməli burada da yenə sp3, burada bizcə sp2'dir. Çünki orada 2 qat rabitə var. İndi baxaq burada. sp2 hibrid orbitallarının sayı polimetakrilatda. Baxaq neçə dənə sp orada 2'miz var. Bir dənə sp2'miz var da 3 dənə buradadır. Amma burada poliizopiren izopiren kauçukunda 6 dənədir. Yox, eyni olmadı. Bax uşaqlar. Burada sp2'ləri izopiren kauçukunda topladıq. 6 dənə hibrid oradadır. sp2'dən söhbət gedir. Polimetakrilatda da 3 dənə. Ona görə bu da eyni olmadı. Ümumi fikir olmadı. Karbon atomlarının sayı. Baxın, biz saysaq polimetakrilatda da karbon atomlarının sayı izopiren oradakı, yəni izopiren kauçukundakı karbon atomlarının sayı ilə eynidir. Yəni 5 dənə buradadır. Baxın sayını istəsəz 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Hə, bu eyni götürə bilərik. Yəni bunlar üçün ümumi fikir odur ki, polimetakrilatda da, poliizopirenddə də karbon atomlarının sayı hər ikisində 5'dir. Bax, özünüz saya bilərsiniz, 5 dənədir. Sonra oksigen atomlarının sayı. Oksigen atomları sayı baxırıq ki, polimetakrilatda var, izopiren kauçukunda yoxdur. Sadəcə orada bir dənə polimetil metakrilatdadır. Sonra baxaq suallarımıza. Sonra nəzəri suallardır. Burada nə deyil? Eylem Venn diaqramının uyğun bətləri metan biz bilirik ki, karbon H4'dür. Propan da karbon H3, karbon H2, karbon H3'dür. Yazılır. Burada da yine karbon H2. Şimdi suallara cavab verir. Molekulunda 2 qeyri-polar kovalent rabitə var. Propandadır. Çünki orada karbon atomlarının arasında bax propanı bu cür açıq qrafiklərlə burada qeyd etsək, baxın uşaqlar. Ətrafında da hidrogenlərdir. Burada fikir verin. 2 qeyri-polar kovalent rabitə var propanda. Amma metanı yazsaq, metanı da qeyd edilər. Ətrafında da hidrogen atomlardır. Deməli 1 buraya yazılır. Molekulda 4 sp3 hibrid orbitalı var. Bu metandadır. Baxın, burada metan, bir dənə karbon atomu var. O da sp3'dür. Yəni üstlərini toplayanda 4 dənə sp3 hibrid orbitalı var. Ona görə buraya yazırıq. Bucaq quruluşludur hər ikisi. Adi şəraitdə qaz halında maddədir hər ikisi. Bucaq quruluşlu o demək ki, uşaqlar ki, burada karbonun
biz yazanda həmişə elə ətrafında hidrogen atomlarını çəkirik ki, elə bil ki, orada belə deyək də karbonla hidrogen atomlarının orbitallarının qapanmasında elə bil ki, burada 90 dərəcə yaranır. Xeyr, bunu belə çəkmək yanlışdır. Əslində biz bunu bu cür qeyd etməliyik. Çünki bu qəbula da düşür 4-cü qruplar üçün. Bax, karbon H. Bax, bu cür yazılır. Ətrafına da hidrogenləri, baxın, metan üçün qoyunda burada qapanma hardasa 120 dərəcə olmalıdır. Yəni, hidrogen S orbitalları ilə hidrogenin hibrid orbitallarının qapanmasından əmələ gələn o rabitə bucağı mütləq 120 olmalıdır, 90 olmalıdır. Biz bu belə çəkəndə elə hardasa bu 90 dərəcə yoxdur da bu birinci birləşmə üçün çəkəndə. Belə sonra deməli, burada buzaq. Sonra baxaq, deməli, qeyd etdik və onda cavabımız 3, 4, 2-yə düşür. 1, 2-ni, deməli, 1-ə 2, 2-yə də 1Y variantı. Sonra baxaq, görək nə suallarımız qaldı. X maddəsi tətbiq olunur. Natrium şurasının alınmasında, suyun codluğunun aradan qaldırılmasında. Elə bir burada X maddəsi seçməliyik ki, həm natrium şurasının alınmasında istifadə edilsin, həm də suyun codluğunun aradan qaldırılmasında. Kalsium hidroksid suyun codluğunun aradan qaldırılmasında əhəng üsulu kimi istifadə edilir, amma natrium şurasının alınmasını istifadə edilmir. Natrium 3B4-dən suyun codluğunun aradan qaldırılmasını istifadə etmək olar, amma natrium şurasının istifadə alınmasında yox. Burada daha çox baxaq, uyğun variant natrium karbonatdır. Niyə? Natrium karbonatdan həm müvəqqəti codluğun aradan qaldırılmasını istifadə edilir, həm suyun daimi codluğun aradan qaldırılmasında. Natrium şuranın alınmasında da bax, belə bir reaksiya vardır kübrələr dərsində. NH2 üzərinəcə natrium NO3 keçir natrium nitrata, üzərinəcə natrium nitrit, üzərinəcə bir də CO2 ayrılırdı. Daha doğrusu natrium, deməli, NO3 natrium, daha doğrusu su. Bir də natrium, buradan səhv yazdım, natrium karbonat yazmalıyam. Üzrü sayın uşaqlar. Çünki mesaj gəlir, fikrim dağılır. Arada belə sonra video baxanda yanlış cümlələr dediyim də olur. Bu söz düşmüşən qeyd edeyim. Keçən bilmirəm, ya sınaq 1, ya sınaq 2-dir. Orada H xlorla manqan 4 oksidini idi, ya səhv. Belə bir reaksiyada hansı maddə reduksiya məhsuludur, hansı maddə oksidləşmə məhsuludur. O fikrim telefonda qalıb. Orada bir səhv cümlə getmişdim. Bu gün çalışacağım o yanlışı düzəldim. Çünki bu bilirəm ki, bu sınağa ancaq qəbula gedən uşaqlar baxır. Ona görə biz müəllimlər diqqətli olmalıyıq. Deməli, burada natrium karbonat. Yenə burada natrium nitrat, natrium nitrit və CO2 qazı ayrılır. Bax, karbonat olduğu üçün mütləq buradan CO2 ayrılır. Suyun zorluğunu aradan qaldırmasına da bir dənə nümunə yazaq. Məsələn, natrium karbonat üzərinəcə məsələn yaza bilərik. Kalsium xlorid, suda olan kalsium ionlarını, məsələn, kalsium hidrokarbonatda yazmaq olar. Alınır kalsium karbonat söküntü şəklində. Üzərinəcə H2, o üzərinəcə deməli, alınır demək kalsium, natrium xlorid, daha doğrusu natrium xlorid. Yəni bunun üzərinə belə deyirəm də kalsium hidrokarbonat da gəlmək olar. Bu cürdə yazmaq, kalsium hidrokarbonat. Bax, bu yenə alınacaq natrium hidrokarbonat. Üzərinəcə kalsium karbonat. Burada söküntü kalsium karbonatdır. Yəni birinci yazdığım üsulda, yəni hər ikisi suyun müvəqqəti və daimi codluğun aradan qaldırılmasına aid nümunədir. Hər iki bu yazdığım tənlik. Deməli, birinci tənlikdə suyun daimi codluğun arada qaldırılar. İkinci tənlikdə müvəqqəti codluğun aradan qaldırılmasında istifadə olunan üsuldur. Sonra baxaq. Sonra bərabər kütlədə yenə burada məsələn mürəffəni bölək.
Nə deyir bizə baxaq. Bərabər kütlə 10-cu bax uşaqlar suala baxırıq. Bərabər kütlədə götürmə H2 boy üçün reaksiyasına 18 qram su alınmışdı. Onda tənliyimizi yazaq mütləq. Tənlik yazılacaq. Üzərinə keçir 2 H2O. Baxın uşaqlar, burada biz 4 qram götürmüşük. Özünə 32 qram birləşdirir. 36 qram su alınır. Bizə şərt verib ki, 18 qram su alınıb. 18 qram alınması üçün 36 baxırıq ki, oradan 2 dəfə kiçilir. Mütləq 16 qram oksigen götürməliyik. 4 də 2 dəfə kiçiləndə 2 qram da hidrogen reaksiyaya daxil olmalıdır ki, 18 qram su alınsın. Amma bizə baxın, şərt verib ki, bərabər kütlədə götür. Bərabər kütlədə deyirsə, gəlin uşaqlar, bunu da 16 qeyd edək. Çünki oksigen ən böyük kütlədir də. 16. Baxın, 16 özünə mütləq 2 qram. Burada hidrogen birləşdirəcək. 14 qramda H2 artıq qalacaq. Yəni burada deyir, hansı maddədən və neçə qram artıq qalan maddəni deyirsə, yəni 16 oksigen təmiz sərf olunacaq. Burada baxın, verdiyi bu 16 oksigen təmiz sərf olunacaq. 16 də baxırıq ki, bizim nəzəriyə görə 2 qram burada hidrogen birləşdirəcək. Biz bərabər kütlə deyir burada. 16 götürmüşdük də bərabər kütlə. Deməli, cavab baxırıq 14. Kütlə 14, artıq qalan hidrogen B variantı. Sonra baxaq. Qlikozla qızqırma reaksiyaları. Bu arada uşaqlar qeyd edim ki, qlikozla qızqırma reaksiyaları 1-ə də 4-ə də hardasa bir ildən bir, hər il elə olur ki, bu tənliklər üzərində suallar düşür. Ona görə də qəbula gedərkən bu tənlikləri mütləq əzbərləməmiş, yəni nə birlər, nə dördlər. Yəni burada qlikozanın 3 dənə fermentasiya tənliyi var da, 3 cürə müxtəlif məhsul alınır. Yəni onları əzbərləməmiş qəbula, daha doğrusu ikinci cəhdə getməsinlər. Çünki bundan da karbamidin alınmasıdır, nitrat turşusunun duzlarının parçalanmasıdır. Bax, bunlardan demək olar ki, test suallar düşür, praktik çıxan məsələlərindən düşür. Deməli, orada karbamidin alınmasından daha çox qəbula məsələlər. İndi yaxşı, glikozanın deməli tənliklərini yazaq. Deməli, 3 dənə tənlik var. Karbon 6. Burada H12 glikoza deməli fermentasiya, yəni orada ferment sözü yazılır. Alınır deməli etanol, 2 mol. Karbon 2, H5, OH, üzərinə 2, CO2. Deməli, ikinci halda karbon 6, H12, oksigen 6 alınır, yaxud süd turşusu daha doğrusu. Karbon H3, karbon H, OH, COH. Deməli, burada bulsaq. Sonra, üçüncü tənlikdə yine karbon 6, H12, yazırıq oksigen 6, deməli parçalanır butan turşusuna, yaxud da buna yağ turşusu da deyirik. COH, üzərinə CO2, üzərinə H2. Burada yine əmsallarımızı qoysaq, 2-yə ikinci bizə lazım olacaq. Baxaq görək, düzmü qoyduq 2-də, 16, 2, 4, burada 2 qoyulurdu. Etil spirtini də qoymuşduq. Burada yine CO2'dir. Burada 6. İndi suallara cavab verək. Hansı reaksiyalardan qaz halında maddə alınır? Qaz halında maddə alınanlar uşaqlar birinci reaksiyadır. Bax, nömrəni də qoyaq. İkinci reaksiya, üçüncü reaksiya. Baxın, qaz halında CO2, CO2, H2. Deməli, 1, mən 3'ü götürməliyəm də. Çünki baxın, burada yox. Alınan üzvü maddə molekulunda karbon atomlarının sayı şərt qoyur ki, 4, 3, 2 olarsa. Deməli, baxın, 4 karbon atomlarının alınma reaksiyası. Deməli, baxın, burada 4 dənə karbon atomu var da. Baxın, 4 karbon atomu burada. Burada 3 karbon atomu var. Burada da 2 karbon atomu var. Deməli, onda birinci reaksiyada qaz halında maddə alınır. Amma 3 karbon atomu alınmada, baxın, 3-də yoxdur. Baxın, burada 3-də ancaq orada süd turşusu alınır da, qaz halında olan maddə yoxdur. Qaz halında olan maddə ancaq 3-cü, birinci reaksiyadadır. Karbon atomlarının sayı orada üst-üstə düşür. Yəni 4, 2, ona görə biz 1, 3 Y variantını qeyd edirik burada. Hansı reaksiyadan etil benzol alınır? Uşaqlar, baxın, A variantında
Biz bilirik ki, burada izopropil benzol alınır, kumol alınır. Bir variantında yaxud elə məhsulları qeyd edək ki, başa reaksiyon təşkil götürməyək, alınır burada. İzopropil benzol yaxud da kumol. Bunun 2 adı var. Kumol izopropil benzol bir variantında alınır karbon 6 H6 üzərinəcə natrium karbonat. Sonra deməli C variantında alınır etil benzol. Etil benzolda karbon H2, karbon H3. İndi bizdə etil benzol deyir də. Deməli bizim variantımız C-dir. D variantında benzol üstəcə metil xlorid belə bir reaksiyası mümkün deyil. İkincidə də alınır karbon 6 H6. Bax üstündə yazaq karbon 6 H6. Bir də üzərinəcə sink oksid. Deməli burada bizim variantımız C-dir. İndi 8-ci suala baxaq. Sikloalkan verib, bizə alkan verib. Şərt qoyur bunların hər ikisinin emiri bir-birinə bərabərdir. Biz bilirik ki, sikloalkanlarında, alkenlərdə, siniflər arası alkenlər, izomerlər, bunların hər ikisinin ümumi formulu eynidir. Bizdə bunların emirinin üst-üstə olması üçün bunlar karbon atomları sayı eyni olmalıdır. Bir dənə yazaq onda, sikloalkan yazaq, siklopropan. Məsələn, deməli bunda alken karbon 3 H6 götürək. Bu karbon 3 H6 götürsə, sikloalkanlı bu siklopropandır. Baxın, karbon H2. Karbon 3 H6 yazsaq, bu da karbon H3, karbon H2 qatıraq da karbon H2-dir. İndi burada suala baxaq. Hər ikisinin emeri eynidir. Məsələn, 3-ü vurdum 12-yə. 36, 6, 42. Yəni bunun emeri 42-dir. İndi baxaq nə deyir burada. Homoloji sırada sadəcə yerlərini soruşur. Deməli bu karbon 3 H6 sikloalkanlarda birincidir. Karbonun nömrəsi 1-dir. Daha doğrusu 3 olan birincidir. Yəni birinci başlayır da bunları nömrəsi. İlk nümayəndəsi karbon 3-dən başlayır. Amma alkenlərdə, uşaqlar, alkenlərdə amma ikincidir. Çünki bunlarda alkenlərdə baxın, karbon 2, H4, etilindir də bu birincidirsə, karbon 3, H6 da ikincidir. Homoloji sırada yerindən söhbət gedir. Deməli, indi A bərabərdir. Bunu biz burada A bərabərdir 1. Deməli, alkenin də yeri 2-dir. İkinci sırada durur karbon 3 H6. Homoloji sırada yeri 2-dir. İndi A-nın üstə mən neçə qoyum 2 almalıyam. Yəni 1 əlavə etməliyəm ki, X2 alım. Ona görə burada A variantı. Sonra baxaq, sualımız qalmadı burada. Yeni nəzəri suallara baxaq, böyüdək. Baxaq nə deyir? 18-ci sualda hansı ionlar məhlulda deməli eyni zamanda ola bilməz deyil. Belə tipli testlərdə ancaq biz söküntü axtarırıq uşaqlar. Argentium fluorid söküntü deyil, argentium nitrat söküntü deyil. Yəni məhlulda eyni zamanda qala bilər də, bunlar arasında reaksiya getməyəcək. Magnezium SO4 söküntü deyil, mis SO4 söküntü, amma magnezium fluorid uşaqlar söküntüdür. Yəni bunları məhlulda eyni bir qabda saxlamaq olmaz da, mütləq söküntü çərçivəsində ayrılacaq, reaksiya gedəcək bunlar arasında. Sonra baxaq nə deyir? Hansı reaksiya, məsələn 14-cü sualda hansı reaksiya getmir? Silisium üstəcə deməli H fluor reaksiya gedir. Burada alınır silisium fluor 4. Deməli üzərinə gəldik. H2. Burada da yenə alınır. Deməli silisium fluor 4 alınır. Burada da yine silisium silisit. Daha doğrusu silisium sulfit. Burada da bilirik ki natrium silikat alınır. Natrium 2, silisium O3. Üzərinəcə hidrogen. Bu silisium qələbə məhlullə reaksiyasıdır. Bu da çox qəbula düşür uşaqlar.
Buna da diqqət edin. Burada da silisium ÜstəgəH heç vaxt reaksiya yoxdur. Yəni biz yaza bilmərik ki, burada silisium silan qazı alınır da, bu yanlışdır. Deməli, Y variantı reaksiya getmir. Sonra baxaq burada nədir? Deməli, 19 H2SO dəmir 2 valentli duzu. Şərt qoyur ki, dəmirin üstə X maddəsi qoyun. Dəmir 2 valentli duzu alın. Dəmir üstə Y qoyun. Dəmir 3 valentli qoyun. Dəmir 3 valentli duzu alınsın. Bax, dəmir üstə H2SO4 qoysaq uşaqlar. Burada alınır. Belə deyək, onda A variantına söhbət gedir. Alınacaq dəmir 2 sulfat. Bax, burada əgər A variantını götürmüşəmsə, dəmir 2 sulfat üzərinə CH2 alındı. Amma burada belə deyək, dəmir kükürt götürsəm, baxın, sulfat kükürt götürsəm Y-in yerində, alınacaq yenə dəmirin burada 2 valentli duzu. Baxın, X uyğun getdi, Y getmədi. Ona görə A-yı götürə bilmirəm. Sonra keçdik ikinciyə. İkincidə məsələn, yenə kükürt qoyaq, bura kükürt yazsaq. Burada xlor qoysaq. Baxın, burada dəmirin üstə xlor gələndə deməli, dəmir 3 xloridi alınır. Burada da dəmir sulfiti alınır. Burada dəmirin valentliyi 2-dir, burada dəmirin valentliyi 3-dür. Bu variantı götürə bilərik. Digər variantlarda da qoysaq, məsələn, dəmir üstəcə xlor alınır, dəmir 3 xlorid, burada 3 valentli dəmirin duzu alınır, burada 2 valentli alınır, kükürt qoyanda, yəni bunlar uyğun getmir. Dəmir üstəcə H xlor, məsələn, reaksiyasını yazanda burada dəmir xlor 2 alınır. Amma dəmir üstəcə H2SO4 da qoyanda burada dəmir 2 sulfat alınır. Yəni burada da dəmirin valentliyi 2 olur, burada da 2 olur. Amma burada baxın, birində 2 deyil, birində 3 deyil. Uyğun getmir. Nitrat turşusunu da qoyanda üzərinə. Məsələn, burada dəmir 3 nitrat alınır. Dəmir 3 nitrat. Dəmir, yəni burada dəmirin valentliyi 3-dür. Amma yenə baxın, birinci halda X qoyanda orada dəmir 2 valentli. Duru halda bildik ki, dəmirin duru sulfat turşusu dəmirin valentliyi 2 olur. Dəmirin qatı sulfat turşusu ilə alınan duzunda dəmirin valentliyi 3 olur. Dəmir 3 sulfat alınır. Bu da çox qəbula düşür uşaqlar. Buna görə buna fikir verin. Yəni burada şərtlərin biri ödəyir, digəri ödəmir. Ona görə bizə burada deməli, hansı variantı idi? B variantı idi. Dəmir 2 sulfat, dəmir 3 xlorid. Sonra baxaq. Məsələlərə keçək. Məsələlərdə bizə nə deyir burada? Mis 2 sulfatın suda məhlul elektrozinə katodda 0,5 mol maddə alınarsa, deməli, tənliyimizi yazaq uşaqlar. Mis SO4-ün sulu məhlulun elektrolizindən biz bilirik ki, katodda mis, anodda oksigen, məhlulda deməli H2SO4 alınır. İndi burada biz məsələ qəsis oldu yenə. Deməli H2SO4. Yenə əmsalları qoysaq 2, deməli 2. Baxın, burada nə deyir? 0,5 mol katodda burada mis alınır. Neçə qram sulfat turşusu alınır? Biz nəzəriyyə baxırıq ki, burada, baxın. Nəzəriyyə qeyd eləyək. 2 mol burada katodda mis alanda 2 vurulsun 98-dir. Baxaq ki, əmsalları düz qoymuşuq. Fikir vermədi. 2-də için 4, 2-də için 4. 2 mis, oksigenə baxaq. 2 4-ün 8, 10, 2-də də düz. 2 bıraq 98 alınırsa, burada 0,5 mol katodda mis alanda x qram sulfat turşusu. Yenə bir x-i buradan yazsaq 2. Buradan yenə 0,5 vurulsun, 2 vurulsun 98. Deməli, 2-lər buradan gedəcək ixtisar. 0,5-i də 98-ə vursaq, elə də onun yarısıdır da. 0,5-2-də bir demək, yarısı düşsə, onda 49 qram. 49 qram sulfat turşusu alacaq, baxırıq, Y variantı. 15-ci suala baxaq. 1 mol doymuş bir əsaslı karbon turşusunu 10 mol suda həll etdikdə 25% məhlul alınmışsa. Deməli, 1 mol doymuş bir əsaslı karbon turşuları ümumi formunu bizə yazaq.
Deməli, karbon turşularından ümumi formulu karbon 2N O2-dir. Yaxşı, bunu 10 mol suda həll edib 25% məhlul alın. 10 mol su nə deməkdir? 10 mol su 10 H2O 180 qram sudur. Deyir bu 180 qram su məhlulda 75%. Niyə 75% yazdım? Çünki orada həll olan maddənin kütləsi 25%-dir. Bax, bu karbonun 2O kütləsi 25% təşkil edir. Qalanı da suyun payına düşür də 75-dir. Ümumi biz bütün məhlulları 100% qəbul etmirik belə. Deməli, onda yazırıq ki, karbonun da emirin biz bilirik ki, 14-in üzərinəcə 32 kimi qeyd edirik. Yəni 1 molunun kütləsi. Yazı bilərik bura 14-in üzərinəcə 32. İndi baxaq burada. Ya çarpaz üsul istifadə edib 100 aşağıda 25-ə vurmalıyıq, 14-ün üstəki 32 75-ə vurmalıyıq ya da uşaqları kiçiltmədən. 75 baxırıq, oradan 3 dəfə kiçilib. Deməli, bu tərəfdə 3 dəfə kiçiləcəkdə. Onda yaza bilərəm 180 bölünsün 3. Yəni 75-i 3-ə bölmüşəm mən burada. Uşaqlar 25 almışam. 180 3-ə bölüb 14-ün üstəki 32 alacam. Deməli, bərabərdir 14-in üstəcə 32. Yenə burada çarpaz üsuldan istifadə 3-də 14-ün 42-in 3-ü vurdum 32-yə elədi 96 bərabərdir 180. 42-in bərabərdir 180-dan da buradan 96 çıxsam, bax görək neçə qalır. 180 çıx 96. Deməli qalır 84. N bərabərdir 2. Deməli, burada nə soruşur? Bu turşudan hansı ifadələr doğru? Deməli, bu turşunun molekulunda 2 dənə karbon atomu varmış. Deməli, bu asetat turşusudur. 2 dənə karbon turşusu olan asetat sirkə turşusudur. İndi bunun haqqında hansı baxın alınmışsa, bu turşu haqqında, yəni orada asetat turşusu haqqında hansı fikirlər doğrudur? Gümüş ciri reaksiyasına daxil olur, xeyr. Çünki aldehid qrupu yoxdur. Molekulunda karbon atomlarının 7 hibrid orbitalı var. Baxaq, burada sp3, bu karbon atomda sp2-dir. Bax, topladıq 4 üstəcə 3, 7 verdi. Düzgün fikirdir. Sonra, molekulunda qeyri-polyar kovalent rabitə yoxdur. Xeyr, burada bir dənə karbon-karbon arasında qeyri-polyar kovalent rabitə var. Yəni, bu səhv fikirdir. Bir dənə də fikir qaldı. Oksigenin kütlənin nisbəti 8-də 1 kimidir. Yəni, turşudan söhbət gedir də. Bax, bu turşunu onda biz burada ümumi yazsaq, uşaqlar, baxın, bunun üstündə elə qeyd edək burada. Baxaq görək, oksigenin hidrogenə kütlə nisbəti 8-də 1 alınır. Bax, yazdı karbon 2, H4, O2. Baxın, 12-ni vurdum. Deməli, bu etdi 24. Oksigen də 32-dir. Yəni, yazıq burada ki, 24-ün 32-yə nisbəti. İxtisar getsə burada. Baxaq görək, nə qal? Baxaq, bir də oksigen deyir, uşaqlar orada. Oksigen deyir, sayən. Deməli, götürdüm. Oksigen hidrogenin adını çəkir. Karbonu qeyd elədim. Deməli, hidrogen də 1-dir. Daha doğrusu 1-dir, 4-ü vurdum 1. Yəni, 4 belə deyək, 4 bölünsün 32. 4 bölü 32-ni ixtisar getsək, 1-in 8-ə nisbəti. Deməli, sadəcə orada yerlərini dəyişdirdim. Deməli, bax, burada yazsaq ki, oksigen 32-dir, bölünsün 4. Bu da ixtisar gedəndə 1, 8-in 1-ə. Buna görə bu da düzgün fikirdir. Bizdən düzləri soruşur. 1, 3 soruşur. C variantı. Sonra baxaq 14-ə. 4-cü dövr əlavə yarım qrup elementi olan X atomda elektronları, bütün elektronların 48%-ni təşkil edirsə, X-in atomda normal halda cütləşməmiş elektronun sayını tapın. Biz 4-cü dövrü paylaşaq uşaqlar. Bilirik ki, 4-cü dövr 4 S2 hər hansı bir element olsa da 3D, onda bitir. Bunu da tam paylayanda uşaqlar, bunun 2P6'sı var, 3P6 var da, 1S2, 2S2, 2P6, 3S2 tam dolduranda, paylayanda, elektron təbəqələrini, yarım səviyyələrini dolduranda bunun 12 dənə P'si var. Yəni bu, hər hansı bir X elementidir da, bilmirik neçə dənə protonu var orada. Bunun 12 dənə P elektronu 48% təşkil edirsə, belə bir nə tənasüb qura bilərik. Bunun ümumi bütün orada elektronlarının sayı da 100%'dir.
Bunu da bilmirik də neçədir. Gəlin bir A ədədi ilə ifadə eləyək. Yəni bütün o X elementin protonlarının sayı A ilə ifadə eləyək. Yəni da P ilə ifadə eləyək. Proton yazaq bütün olaraq. Saçdımı. Bu P yarım səviyyəsində bu P'lər qarışacaq. Yəni elə A qeyd eləyək. Bu A protonlarının sayıdır. Ha, bu X elementin protonlarının sayıdır. Bax, burada A qeyd eləymişik. İndi buradan da A bərabərdir 48, 12-ni 100-ə vurdum. 12, 0, 0. Deməli, 1200-ü də 1200 bölünsün 48. Bölünsün 48 bərabərdir 25. Deməli, bu X elementinin 25 dənə protonu var. İndi sual nə deyir? X atomda normal halda cütləşməmiş, yəni tək elektronlarını sayılır. İndi onu da paylamalıyıq da. 1s2, 2s2, 2p6, 3s2, 3p6 gəlir 4s2, 3d ya 19-dur. Baxaq görək, ya 9-dan 10-dan qurtarmalıdır. Deməli, burada 2-dir, burada 8-dir. 8, 8, 16, 18, 19, yox, D-də 5-dir. D-də artıq yazmışıq. Çünki 25 olmaz üçün D-yə mən 5 yazmalıyam. Baxın, gəldi bunu xarici elektron təbəqəsində 4s2, 3d5 ilə qutardı. Bunu cütləşməmiş elektronlu deyirsə, biz bunları orbitallar üzrə doldursaq, uşaqlar. Baxın, D-də bilirik ki, boş orbital. Neçə dənədir? 5 orbitaldır, S-lər dolur. Baxın, D-də birinci tək-tək dolur. Deyirik, sonra cütləşmə gedir də. Baxırıq ki, 5 dənə tək elektronu var. Deməli, cavab neçədir? X atomda normal cütləşməmiş elektronların sayı 5-dir burada. Sonra baxaq, sink nədir? 20-ci sualda nədir? Sink üstəcə qatı nitrat turşusu alınır. Sink nitrat X, orada qaz halında bir maddə alınır su. Baxın, qatı nitrat turşusundan həmişə sink orta aktiv olduğu üçün NO ayrılır. Pasiv metallarda biz bilirik ki, duru halda götürsəydik, nəsə mis NO qatal denir ki, amma pasiv metallar qatı nitrat turşusu ilə NO verir uşaqlar. NO belə deyək də, azot monoksiddir. Suallara cavab verək. Qonur rəngli qazdır. Xeyr, qonur rəngli qaz olan qəbula da çox düşür uşaqlar. NO2 qazıdır. Oksigenlə reaksiyada eksotermikdir. NO-nun oksigenlə reaksiyası birləşmə reaksiyasıdır. Eksotermikdir. Çünki bu endotermik yazıb səhv fikirdir. Yəni NO üstəcə, bax bu reaksiyanı deyir. Yəni oksidləşəndə birləşmə reaksiyası olduğu üçün bu eksotermik istilik alır. Molekül 3 atomdur, xeyr 2 atomdur, səhv fikirdir. Duz əmələ gətirməyən oksiddir, biz bilirik. Bu qəbula çox düşür uşaqlar. Bax, duz əmələ gətirməyən oksidlər N2O-dur, silisium oksidi. Deməli, biri də səhv etmirəm, hansı idi? Silisium O2, N2O, silisium oksidi idi. Bax, birini unutdum. Silisium. Hə, digərini unutdum. Sayınca o 4 dənə oksid hansıydı? Hə, 4 dənə oksid vardı. Onu siz mütləq əzbərləməmiş qəbula getməyib. Onlardan da suallar düşür. Hə, bir də CO idi. İndi yadıma düşdü. CO, NO, azot bir oksid idi, silisium oksid. Baxın, hə, bu 4 dənə bunlar duz əmələ gətirməyən oksiddir. Bax, qəbula da düşür bunlar. Su ilə 2 turşu əmələ gətirir, xeyr. Bu su ilə 2 turşu əmələ gətirən NO2-dir. Bax, yazanda bu da qəbula düşür. Nitrat və verir nitrit turşusu. Bax, nitrit turşusu orada 2-dir. Nitrat və nitrit turşusu. Sonra niyə yazmadım? Sonra baxdıq, demək, düzgün variantımız dedim. Hansı iyonlar həm oksidləşdirici? 21-ci suala keçdik. Hansı iyonlar həm oksidləşdirici, həm reduksiya edici xassəyə göstərir? Uşaqlar, bu tipli də qəbula çox düşür bu suallar. Bu cür testləri necə çözürsünüz? Alüminium biz bilirik ki, neytral halda ancaq reduksiya edicidir. Ancaq neytral halda reduksiya edici olan iyon şəkildə testdə sizə təqdim edilirsə, bax deyirəm, ancaq ha,
bu oksiləşdirici olur. Yəni alüminium hər hansı bir reaksiyada bu 3 dənə itirilmiş elektronu geri alır. Geri alırsa keçir neytral hala. Bax, reaksiyalar orada olur. Məsələn, yaza bilərik sink üstəgə alüminium klorid. Sink orada alüminium sıxışdırıb çıxardır, 3 müsbətdən keçir 0-a. Məsələn, xlor da burada bir dənə elektron alıb mənfi hala yüklənmiş daxil. Həmin o bir dənə elektronu itirir, yenidən keçir 3s2 3p5 konfigurasiyasında da, yəni neytral hala. Yəni burada xlor və alüminium kation anionu ancaq burada belə deyək də, xlor ancaq burada belə deyək elektron və reduksiya edici, alüminium da ancaq oksiləşdirici olur. Yəni bunlar hər ikisi həm oksiləşdirici, həm reduksiya xəstə göstərə bilməz. Bir də deyim, xlor -1, alüminium 3 müsbət ionundan keçir. Amma dəmir orada 2 müsbət, 3 müsbəti, bax yazaq uşaqlar, onlar isbatlayaq. Bax dəmir, biz bilir ki, dəmirin 2 valentliyi var da, həm 2 müsbət, həm 3 müsbət kationuna çevrilə bilər. Burada 2 müsbətdir. Deməli bu həm dəmir 3 müsbətə keçə bilər. Həm dəmir, belə deyək, 2 müsbətdən, həm də dəmir neytral hala keçə bilər. Yəni, hər hansı bir metal, aktiv metal, dəmiri onun duzundan sıxışdırıb çıxarda bilərdi o lövhə məsələlərində. Yazsaq video böyük alınır. Yəni, dəmir 2 müsbət burada neytral hala keçməsi üçün neynəməlidir? Azalma istiqamətində gedir də. Bu 2 elektron qəbul etməlidir. Burada, baxın, bir dənə elektron verir. Baxın, birinci halda elektron verir. Reduksiya edici olur. Qısa yazıram. İkinci halda elektron alır. Oksidləşdirici olur. Bax, bu da qəbula çox düşür. Yəni, mən burada biri götürə bilərəm. Həm dəmir 2 müsbət, baxın, kationu həm oksidləşdirici oldu, həm reduksiya edici. İndi xrom üçün yazaq bunu. Xrom da bilirik ki, həm 2 valentli, həm 3 valentli göstərir. Ona görə də o reaksiyalarda 2 müsbət, 3 müsbət kationuna həm də neytral 0 hala keçə bilər də, yəni neytral hala. Yəni yaza bilərik xrom 3 müsbətdən keçir xrom 2 müsbətə. Bir də xrom 3 müsbətdən keçir xrom 0-a. Baxın, 3-dən 2-yə keçməsi azalmaq istiqamətində getdi də, baxın. Elektron aldı bir dənə. Xrom 3-dən 0-a keçəndə, deməli 3-dən, daha doğrusu 3-dən 0-a keçdi. 3-dən 0 çıxdıq, neçə qalır orada? Yenə 3 elektron, ondan görə burada həm 1-2 xrom 3-dən 2-yə 1, xrom 3-dən 0-a elektron 1-2-dir. Bir dəqiqə bunlar. Burada uşaqlar, xrom deməli baxın, 3-dən 2-yə keçə bilər, həm də 3-dən 0-a keçə bilər burada. İndi baxın, 3-dən deməli 2 çıxdım, 1 elektron, 3-dən 0-a 3 elektron. Bu da hər ikisi onda niyə bu? Baxın, dəmir, niyə bunun cavab 2 götürüblər? Çünki burada cavab 21-dən 1-2 götürüblər. Baxın, xloru mənfi halda pozduqda onu deməli 0-a keçdi, 1 elektron verir, ancaq burada reduksiya edici olur, oksidləşdirici xrom 3 müsbətdən 2 müsbətə keçə bilər, 3-dən 0-a keçə bilər. 3-dən 0-a keçdi, 3 elektron alır, 2-yə keçməsi üçün 1 elektron alır. Yəni, bu da amma cavab C götürüblər də, çünki xromu, baxın, uşaqlar isbatladıq da burada. Çünki 3-dən 2-yə 1, 3-dən 0-a keçib də. Burada da ancaq belə elektron oksidləşdirici olur, amma variantlarda D variantı götürüb də, niyə mən bilmədim. Baxın, 3-dən 2 müsbətə keçir, 1 elektron alır, 3-dən 0-a keçir, deməli, orada 3 elektron qəbul edir. Hamısı azalmaq istiqamətində gedirsə, elektron burada mütləq qəbul edir. Amma bu variantlarda D götürüblər, 1-2 götürüblər. Amma 2, bəlkə bu 2 imiş uşaqlar, bu da ola bilər. Bax, 2 yazsaq burada. Bunu 2 yazsaq burada, belə deyək, bunu da 2 yazaq. Bax, 2 olanda olur, əgər xrom 2 valentlidirsə. 3-ə keçir, bir də elektron neytral. Deməli, 3-ə keçəndə orada, uşaqlar, elektron verir. 2-dən 3 çıxdı mənfi, 2-dən 0 çıxdım, 2 elektron aldı. Əgər 2 müsbət versəydi burada, xrom 2 müsbət, ola bilərdi. Həm oksidləşdirici, həm reduksiya edici. Amma bunun cavablarda 1-2 götürüblər. Burada da çox qəbula düşür bu suallar. Bu suala bir də baxaram, bir ayrı paylaşım eləyərəm. Niyə cavab bəlkə? Sonra
Baxaq nə deyir? 22-ci sualda hansı maddə ilə reaksiyada hidrogenin qatlılığını 2 dəfə artırılması reaksiyanın sürətini 8 dəfə artırar? Baxın uşaqlar, tez-tez bu reaksiyaları hamısının hidrogenlə reaksiyasını yazaq. Baxın, orada əmsalların üzərindən 2 deməli H2O. Deməli N2 üzərinə 3H2 keçir 2NH3-ə. Deməli karbon üzərinə CH2 keçir karbon H4-ə. Bura 2 düşür. Kükürt üzərinə H2 burada keçir H2S-ə. Burada da deyənə hidrogen üstə xlor 2 keçir H xlora. Baxın, burada hansının əmsalı, hidrogen əmsalı burada 3-dür. Baxın, burada 3-dür, burada 2-dir, burada 1-dir, 1-dir. Deməli, burada qatlığın 2 dəfə artırılması üçün mütləq əmsal 3 olmalıdır ki, orada 8 dəfə artsın. Yəni, baxın, burada kinetik dənliyi üzərində lap yazaq, hidrogen üçün yazsaq da V deməli bərabərdir. K vurulsun CH2 üstündə 3. Açıq yazaq, qoy burada bunu pozaq, yer açılsın. Deməli, V bərabərdir, K vurulsun CH2 üzərinə 3 vurulsun C azotun qatlığı. Baxın, biz burada, əgər söhbət burada hidrogen qatlığını 2 dəfə artırsaq, baxın, 2 üstü 3 vurulsun 1, etdi 8. Baxın, burada 8 dəfə, deməli, neçənci idi? B variantında. Yəni, baxırıq ki, 8 dəfə reaksiyanın sürəti artacaq. Hidrogen qatlığını deməli, 2 dəfə artırmaqla. 2 üstü 3. Amma digər reaksiyalarda bir hidrogen qatlığın yerinə 1 üstü 3 alınacaq. Digərində çoxunda elə 2 üstü, daha doğrusu 2 alınacaq. 4 dəfə artacaq, birində 2 dəfə artacaq. O birisi variantlar heç biri kinetik dənliyi yazsaq, heç biri uyğun gəlmir. Deməli, cavab burada B variantıdır. 80 mol amonyakın aktiv miqdarı karbon dioksitlə reaksiyasında neçə kiloqram karbamid almaq olar? Deməli, amonyakın yazaq, NH3 üzərinə C. Karbon dioksitlə reaksiyasına alınır karbamid. Üzərinə CH2O. Deməli, burada əmsallara baxaq. 2-1 amonyaka 2 düşür. 2 də 3-ün altı 2, 2, 4. Hə, bir də amonyaka 2 düşür. Baxaq, 80 mol amonyakın 2 mol amonyakdan, baxın uşaqlar, karbamidin emeri 60 qram karbamid alınır. Bəs 80 mol götürsəm neçə alınır? Demək, 2 oradan 40 dəfə artıb, 60-ı da 40 dəfə artırsaq 2400 qram. İndi baxırıq ki, baxın, məsələdə burada şərtdə kiloqram deyib. Onda yazırıq ki, 2400 qram çeviririk, elə bir 1000-ə bölürük kiloqrama. Bu da eləyirik ki, 4.6 kiloqram karbamid. Formula yazaq. NH2 2CO. Deməli, mütləq orada fikir verin. Əgər deyirsə, onu mütləq çevirmək lazımdır. Deməli, cavab burada 2.4. Sonra baxaq, nə suallarda? 27-ci sualda nə deyir? Alüminium fluor natrium verib reaksiya daxil olduq maddə deyir. Yəni, ikisi elə maddə götürməliyik ki, həm alüminiumla, həm fluorla, həm natriumla reaksiya daxil olsun. Alüminium üstəcə hidrogen, yəni belə bir reaksiya mümkün deyil. Ona görə A variantını götürə bilmirik. Oksigen fluorla birbaşa reaksiyası yoxdur, götürə bilmirik. Kükürt götürə bilərik. Kükürdün alüminiumla da, fluorla da, natrium H-la da reaksiyası var. Ona görə də baxaq, yazaq da cavabımızı burada. Deməli, burada kükürtdür. Yazaq, alüminium üzərinə kükürt keçir alüminium sulfidə. Deməli, burada sərgəs salındı yenə. Alüminium sulfidə. Alüminium 3 valentlidir, kükürt burada mənfi 2-dir, bu müsbət 3 olduğu üçün alınıb verilənlər qeyd etsək, onda əkop tapsa 6-3-ə 2, 6-2-yə 3. Bunun formulu bu cürə olur. Yaxud da əzbərləyin, alüminium valentliyi 3, kükürdün də valentliyi 2. Deməli, yenə əmsalları qoyaq. Əmsal lazımdır bizə. 2 bura, 3 bura. Fluorlu yazaq, fluor üstünəcə, fluor alınır S, fluor 6.
Deməli, S üstəcə biz bilirik ki, kükürt, qələvi məhlulla reaksiyası var. Bu da çox qəbul suallarda çox düşür uşaqlar. Sual da düşür elə neçə illərdir. Üzərinə gəl su. Alınır reaksiyada natrium sulfid, it. İkinci məhsul natrium sulfiddir. Natrium bir də it. Burada itdir. Bilirik ki, burada oxuyanda it şəkilçisi deyirik. Sonra nə deyir? Baxaq, tapdıq da. Bu da burada bu arada qeyd edək ki, natrium kükürt burada həm oksidləşdirici, həm reduksiya edicidir. Bu kommutasiya tipli oksidaşdırma reduksiya reaksiyasının misalıdır. Kükürt həm burada sıfırdan -2-yə gedir, burada həm də kükürt müsbət 4-ə keçir. Həm öz-özünə elektron verir, həm öz-özünə həm də özünə qəbul edir də. Yəni eyni bir kimyəvi element atomu həm oksidləşdirici, həm reduksiya edici olur. Sonra baxaq. 24-cü sualda baxın uşaqlar. Nə deyir burada? Karbonin H8 bizə birləşməsi verib. Yəni bunun birinci emerin burada necə tapa bilərik? Nəqin bizə lazım olacaq? Bu 12-dir. Bu 1-dir. Buradan yaza bilərik də. 12 üzərinə 8. Yəni bunun kütləsi 12. Burada da şərt verib ki, 27,2 qram karbonin H8 içərisində karbonun mol miqdarı deyir ha uşaqlar. Karbonun mol miqdarı 2-dir. Yəni bunun içində 2 karbon var. Onda bunun 1 molunun 12 n üstəcə 8-də karbonun belə deyək də neçə dənə karbon atomu var? Baxın, n karbon atomu var. İndi burada da yenə çarpaz üsul, belə bir üsul yaza biliriz. 27 nöqtə tənasübü həll edək. 27,2-ni n-ə vuraq. Bərabər eləyə 2. 12 n üzərinə 8. Yenə burada 27,2 n bərabərdir. 12-ni 12-yə vurdum. 24 n, 2-də 8-in 16. 27,2-dən 24 çıxsam 3,2 n. Yəni 27,2-dən 24 çıxsaq. Bu da eləyir 16. N-i də belə deyək, 3,2-ni də 5-ə vursaq. Məncə 5 eləyər də 3,2, 16-da 3,2-yə bölsəm, elə bir 160-ın içində 32-yə bölürəm də, virgül çəkirəm, n bərabərdir 5 olduğunu taparaq. Üstünə sual soruşur ki, bizə. N-i hesablayın, tapdıq. N-in nömrəsini karbon 5 tapdıq. Sonra 25-ci suala keçək. 25-ci sualda uşaqlar bizə nə verir? Bizə qab verilib. Baxın orada. 47 qram kalium H verir. Su ilə bunu daxil eləyirlər. 353 qram suyun içərisində. Biz bilirik ki, kalium oksidin su ilə reaksiyası var. Mütləq orada reaksiya gedəcək. Alınacaq kalium hidroksid. Əmsalı qoyduq uşaqlar. İndi baxın, 47 qram kalium həll ediblər. Nə qədər kalium H alınıb bilmirik. Bunu sərgəsiz oldu. Bunu bir x yazaq. Amma kalium oksidin orada emeri hesablasaq, içini axın kaliumun oksid içini vururuq 39-a 78, 78-in də üstə 16, gəsi 84. Səhv etmədik. 84. 84-dən də 2 kalium H-ın emerini hesablasaq, yenə kalium orada 39-dur, hesablayaq onu. Kalium H-dan söhbət emeri gedir. 39 üstəcə 16, üstəcə 1. Bu da 39 üstəcə 17, 49, 56. 2 vuraq. 56. 2 vurulsun 56 qram. Oradan baxırıq ki, kütlə alıb da reaksiya məhsulu alınıb. Mən onda 47 qram götürsəm nə qədər alınır? Baxın, 84 baxırıq ki, oradan 2 dəfə kiçilib. 2 vuraq 56-da 2 dəfə kiçilsə, yəni 2-yə bölsə x-in bərabərdir. 56 qram olduğunu taparıq. İndi nə edə bilərik? Baxın, indi burada bizə 353 qram H2 verib də, bunun içindən 9 qram su reaksiya girib. Nə qədər oradan su qalıb? 53-dən 44 çıxım 344. Yəni qabın içində 9 qram su ilə reaksiya girib. Onu da hardan bilirik? Burada uşaqlar, baxın, burada qeyd eləsək. Burada 18-dir. Deməli, 18 də buradan özünə
9 qram su birləşdirəcəkdə 84 2 dəfə kiçildi 47 olsa 18 də kiçilib 9 qram su reaksiya daxil olduğunu tənlikdən rahat görmək olar. Ona görə bu 350-dən 344-ün çıxdı. Mən kalium aşın burada məndən kütləsini istəyir. Baxın kalium aşın. Bir ki omega bərabər həll olan maddənin kütləsini ümumi məhlulun kütləsinə bölürəm. Vururuq 100-ə. Həll olan maddə axırı məhsulda alınıb da 56-dır. Yazdım. Burada da yazıram ki 344 bax burada bu aldığım qabda qalan su üzərinəcə 56 həmin maddənin kütləsi. Biz deyirik ki, həll edici ilə necə deyə ümumi maddənin kütləsi məhlulun ümumi kütləsini verir də. Elə bu tənliyi daha doğrusu asılı tənlik deməyək də. Omeganı həll edirik. Buradan da onda alarıq ki 56 demək 5600 bölünsün 344-ün 56 gəzsəm 400. Bu da bərabərdir. Bir də yazaq səliqəli 5600 bölünsün 400. Deməli buradan sıfırlar gedəcək 56-nın 14. 14%. Deməli mən kalium H-ın kütlə payını tapdım. 14% olduğunu. Deməli cavab burada 14%-dir. 14. Sonra baxaq nə məsələmiz qaldı. 26-ya baxaq. 26-cıda nə deyir uşaqlar? Baxın, bir də şərt verib ki, halogen ionu var. Argentium ilə əmələ gətirdi söküntünü. Yəni əgər biz argentiumu argentium X-in də belə deyir ki, yəni argentium X götürəndə burada X hansı halogen olub ki, çöküntünün rəngi sarı olub. Yəni argentium iodit yazsaq. Bir də yaza bilərik ki, argentium Z. Yəni bax şərt qoyur ki, argentium 2 sarıdır. Bu deməli yoduymuş da. Y burada belə deyək, ağ deyirsə xlordur, sarımtıl deyirsə uşaqlar, bu bromdur. Çünki bu çöküntülərin rəngləri qəbul edildi mütləq bunu əzbərləyin. Argentium iodit sarı rənglidir, argentium xlorid ağ rənglidir, argentium bromid sarımtıl rənglidir. İndi baxaq, X2 halogen şəklində götürsəm, su ilə reaksiyası var. Burada X2 yoddur da. Biz bilirik ki, yod 2 üzərinəcə H2 belə reaksiya yoxdur. Amma fluorun, xlorun, bromun bizim var. Amma yod 2 yoxdur. Ona görə bir səhvdir. Bu reaksiya getmədi. Yod 2 üstəcə kükürt. Bu xlor 2-dir. Üzərinəcə kükürt. Belə bir reaksiya var. Bu reaksiya gedir. Sonra Z2 burada baxaq brom 2-dir. Yazıq brom 2. Oradan baxın, Z-in yanında brom yazmışam. Onu halogen şəklində üstünəcə natrium X-də natrium ioditdir. Hə, biz bilirik ki, halogenlərin sırasında fluor, xlor, brom, yod. Daha doğrusu yod. Öndə duran halogen özündən sonraki halogeni duz məhluluna sıxışdırıb çıxardı. Brom burada öndə durur. Yodu sıxışdırıb çıxarda biləcək də burada. Bu yodu sıxışdırıb çıxartma qabiliyyəti olacaq. Yəni gücü çatacaq. Ona görə də bu reaksiya gedir. Yəni 3-ü də götürə bilərəm. İndi baxaq. X2 üstəcə natrium yod 2, yəni burada qeyd etmişik. X-in qabağına yod yazmışıq. Üzərinəcə natrium iodit hansıdır? Natrium xlorid. Yox, bu reaksiya səhvdir. Niyə səhvdir? Çünki burada baxın, bizim sıramız var. Yodun gücü çatmayacaq. Xloru onun duz məhluluna sıxışdırsın, çıxartsın. Çünki halogenlər sırasında yod zəifdir. Xloru onu sıxışdırıb çıxartma qabiliyyətinə malik deyil. Ona görə bir reaksiya səhvdir, getmir. Yəni qaydamız var ki, öndə duran halogen özündən sonraki halogeni duz məhlulundan da turşu məhluluna sıxışdırıb çıxardı. Yod burada baxın, xlordan sonra durur. Ona görə zəif halogendir. Gücü çatmayacaq ki, belə deyə sıxışdırsın, çıxartsın orada. Sonra deməli burada cavabımız 2, 3. Baxaq 27-də nə deyir uşaqlar? 27-də bizə verir 1 lamin, 2 lamin, 3 lamin. Gələ bunları bir-bir yazaq hamısın. Dimetilamin. Baxın. Dimetilamin necə yazılır? Karbon H3. Bu dimetilamindir. Sonra yazır fenilamin. Karbon 6, H5, NH2. Sonra nə deyir? Trimetilamin. 3 lamin.
karbon H3, karbon H3, karbon H3. Sonra deyir dimetil etilamin. Baxın, eyni qoyursan, deməli mənə dimetil deyir də, orada 2 dənə metil yazmalıyam. Demək D variantında dimetil, bir də etil yazmalıyam. Karbon 2, H5. Sonra izopropil amin yazmalıyam. Bu da birli amindir. NH. Deməli, izopropil amin deyirsə, bu tərəfinə də karbon H, karbon H3, karbon H3. Bu da izopropil amindir. Baxın bu. İndi uşaqlar bunları düzək. Birli amin, ikili amin, üçlü amin. Bax, özünüz də diqqətli baxın. Birə gedir B, G. Yəni burada birli amindən söhbət gedir. 2-yə gedir A. 3-ə də gedir C, D. Yaxud yazıq hələ bura 1, 2, 3. Birə B'yi, birli amin, 2, ikili amin, 3-ə də C, D. Baxın, üçlü amin C-yə baxaq. Trimetil 3 dənə amin. Bunun qaydasını bilirsiniz. Amin qrupunun orada azotun amonyak deyil və əvəzləmə aparırıq da. Əgər amonyakda 2 hidrogen atomu məsələn qopardıb ətrafına 2 dənə radikal yazırlıqsa, bu deyilir ikili amindir. Üçün də amonyakda 3 dənə hidrogen atomdur. Üçü də 3 radikalla əvəz olunursa, eyni radikalda ola bilər, müxtəlif radikalda ola bilər. Buna üçlü amin deyirik. Yox, əgər azot atomunda, məsələn, NH2-də baxın, burada elə bir ki, NH, 3-ün yerində bir dənə hidrogen atomu izopropil radikalı ilə əvəz olundu. Buna deyirik birli amin. Məsələn, trimetil amin bu, üçlü amindir. Yəni, əvəz burada özünüzdə. Yəqin bu çox çətin test deyil. Sadəcə biraz qayda bilmək lazımdır. Baxaq nə deyir bu. 28-ci suala baxaq. 28-ci sualda nə deyir? Biz alkın verib, hidrogen atomların sayı 6-dır. Biz bilirik ki, alkinlərin ümumi formulu 2n-6-dır. Əgər hidrogen atomlarının sayı, daha doğrusu burada 2-dir. Çıx 2 burada bərabərdir 6. Burada eni tapsaq. Deməli, niyə səlqəsiz oldu yenə? Deməli, 6, 2, 8, enin 4 olduğunu taparıq. Deməli, bu alkinimizin formulu karbon 4H 6 imiş. İndi nə deyir? Metil qruplarının sayı şərt qoyur 2-dir. Uşaqlar, biz bu alkini bu cür yazsaq əgər, baxın, karbon H2, karbon H3. Baxın, bu şəkildə üst qat rabitəni bu cür qoysaq, burada metil qruplarının sayı 1 olur. Yəni, bu cür mən yaza bilmərəm. Mənə şərt qoyur ki, 2 olsun. Onda bunu izomerin yazacağım da. Sadəcə veririk, quruluş izomeri. Onda yaza bilərəm. Üst qat qənətdə karbon, karbon H3, karbon H3. Baxın, metil qruplarının sayı 2 dənə oldu da. Yaxşı. İndi alkini quruluş formulunu və səmərəli üsulu adlanır. Səmərəli üsulla dimetil asetlin. Baxın, yazıram. Dimetil asetilin. Dimetil asetlin. Quruluş formulunu yazdıq. Yəni, bu 1-dir. Asetlin deməli, bu 2-dir. Orayı da yerləşdirə bilmirəm. Siz burada özünüz görürsünüz. 1-i 2-ni qeyd etdik. Fosfinin tam yanma reaksiyasının təhlilini yazın və əməlaşdırın. Biz böyle birinci qrupa ətraflı belə də yazılı şəkildə cavablandırılması tələb olunan test tapşırıqların üçü də müstəqil olur da. Yəni, biri-birindən situasiyalardakı kimi asılı olmur. Ona görə burada fosfinin yanma təhlili deyirsə, fosfinin yanma təhlili bu cür yazılır. Deməli, pH 3 üzərinəcə O2 keçir P2O5-ə üzərinəcə su. Baxın, əmzalaşdırmada aparsaq neçə qoya bilərik? Bura 4 qoyaq. Suya 4 qoyaq. Bax, görək, bura 2 qoyaq. 2 də, onda bura 3 məcburuq. Burada 2 daxı. Bura 3 qoyaq. 2 də 3-ün 6, 3 də 2-nin 6. Oksigenlərə baxaq. 4 də 2-nin 8, 5, 3, 8. Bərabər oldu da, sərgəli yazsaq, bax, uşaqlar. pH 3 üzərinəcə 4O2 keçir P2O5 üzərinəcə 3H2O. Əmsallaşma aparanda istər-istəməz biraz sərgəsiz olur.
Fosfanin tam yanma reaksiyası tənliyini yazın deyirsə uşaqlar, siz bunu qəbulda yazında birinci neyinirsiniz? Tənliyi səlqəli yazın, əmsalları qoymadan. Çünki bunu 2 dəfə göstərdim. Bax, tənliyini yazın, bu birincidir. Sonra əmsallaşdırın. Ya siz tənliyi yazıb birbaşa mənim kimi üstünə əmsallaşma yaparsanız, sizin balınız oradan kəsir gələcək. Sonra əmsallayan 2 tənlik göstərdin orada. Yəqin fikrimi çatdıra bildim də. Sonra 30-cu sualda nə deyir? Baxaq. Bizə qab verib, baxın. Burada 400 ml 2 molar natrium H məhlulu verilib. Gəlin biz bu C bərabərdir. Nü bölünsün V düsturundan orada verilənləri yerinə qoyub çevrilmə aparaq. Baxın 400 ml-i belə deyək. Biz bilirik ki, bu molar qatlığın vahidi mol bölünsün litrdir. Ona görə 400 ml orada 0,4 götürək. Bax, bu qəbula çox düşür uşaqlar. Həmişə millilitri belə deyək, litrə çevirin. Onda yaza bilərik 0,4, yəni 400-ü çevirdik. 0,4 elədim. Bərabərdir, nü bilmirik. Amma belə deyək, burada molar qatlığı qoymalıydıq yerinə. Qiymət təsəf qoyduq. Molar qatlıq 2-dir. Deməli, 2 bərabərdir. Bölünsün 0,4. Baxın, B orada çevirmə apardıq 0,4. Molar qatlıq C2 idi. Biz nüyü tapdıq. Nü də buradan bərabərdir. 2-ni vurdum 0,4-də 0,8. Bildim ki, mən orada natrium H-ım var. Belə deyək, kolbanın içərisində. İndi bunun üzərinə 200 ml 2 molar H3PO4 məhlul tökülür. Yenə gəlin burada qiymətləri qoyaq yerinə. Yenə bu düsturdan istifadə edək. Molar qatlıq bax 2 verib, yenə 2 bərabərdir. Nüyü bilmirəm. V-yi də çevirdik, yenə burada 0,2. Çünki millilitri litrə çevirməliyik. 0,2. Buradan da nüyü bərabərdir. 0,4 olduğunu aldıq. İndi bu, baxın, 0,4 H3PO4-dür. Onun orada əmsalıdır. İndi bunları, məhlulları hepsini qarışdırırsa, mütləq biri əsaslı, biri turşudur. Reaksiya gedəcək. Deməli, yaza bilərik ki, natrium OH üzərinə gəl H3PO4. Baxın, indi baxaq görək bunlar neçə nisbətində reaksiyaya daxil olur. Baxın, biz burada neçə tapdıq H3PO4-ü? 0,4. Baxın, natrium H 0,8. Bunu da yazdıq bura. İndi baxın, 0,8 özünə 0,4. Gəlin bunu kəsirdən azad. Hər tərəfi ona vuraq. Görək, orada natrium H-ın, əmsalı neçəymiş natrium H-ın. Deməli, burada 4, 8. Yenə kiçiltsək, 1, 2. Baxın, uşaqlar. Deməli, burada 1 mol, özünə 2 mol natrium H. Yəni, burada natrium H-ın əmsalı 2 imiş. Bax, bu 2-ni gətdik, qoyduq yerinə. Bu da 1-dir, yazılmadı. İndi 2 OH-ımız var da burada. 3 dənə də H-ımız var. Mütləq burada 2 molsuz ayrılacaq. Birləşməmiz də olacaq. Natrium 2, deməli HPO4 daha doğrusu HPO4. Bir də üzərinə 2 mol su. 2 molda niyə? Baxın, burada 2 dənə OH-ımız var idi axı. Buradan da mütləq özünə 2 dənə H-ı birləşdirdi. Bir dənə hidrogeni gətirdik, yazdıq bura. Bax, yəni bunlar OH-la H mütləq su verir də məhlulda. İndi alınan birləşməmizi yazdıq. Reaksiyada alınan duzun formulunu yazın. Kütləsini hesablayın. Demək, reaksiyada alınan duzun formulu natrium 2 pH PO4. Sərgəsiz oldu. Natrium 2 deməli H PO4. İndi alınan duzun kütləsini istəyir. Onda baxın, burada yenə bu 23-dür. Yox, üstünə. Bu 1-dir, fosfor 31-dir, oksigen 16-dır. Gəlin bunları hesablayaq. Bax, ayırlarını istifadə edək, hesablayaq. Yenə pozaq yer açılsın. Deməli, bunun emiri onda natrium 2 H
PO4 siz səlqəli şəkildə mütləq qəbulda yazın. Bax, bunlar hamısı düzü orada bir dənə nəyisə ixtisar edib səhv yazmaq, amma cavabı düzgün alsanız da yenə balınız az gələcək. Demək, içini vurdum 23-ə, bax, qeyd elədim üstündə 23, 1, 31, 16, 46 üstünə gəldik. 31-dən 1-i topladım. 2, 32 üzərinə gəldim. 64. Bu da bərabərdir. Hesablayaq. 4, 2, 6, 6, 2 yazaq bir yadda. Bir də baxaq. Sonra 6-ın üstə 3 gəldim. Bir də baxaq. 4, 2, bir yadda saxlayaq. 6-ın 3, 9, 9-un üstə 4, 13, 142. Deməli, kütlə 142 imiş. Deməli, bu ikinci da sualımız qalmadı. Fosforun tam emi reaksiyon təlliyini yazdıq. Uşaqlar onun alkinin quruluş formulu da yazmışdıq da orada. Sadəcə alkinin quruluş formulu səhv etmirəmsə, bax, belə bir quruluş formu idi. 3 qat karbon, karbon H3, karbon H3 dimetil asitlin idi. Səmərəli adı quruluş formulu da bu idi. Bax, görək, suallarımız qaldı. Amonyak məsələsini yazdıq. Bu qədər uşaqlar. Yenə də mən keçən dəfə dedim uşaqlar sizə, gözüm telefonda qalmışdı. Bir dənə sizə oksidaşmə reaksiyalarını sınaq birinci qrup, bilmirəm, səhv etməyim, ya 2 idi, ya 1 idi. Orada belə bir reaksiya var idi. Bax, onu qeyd edeyim. Baxın, burada belə deyək, oksidaşmə reaksiyalarında bir də qəbula düşən ən mühüm məqamlara toxunaq. Məsələn, bizə 2 tənlik verilib, yazaq. Mis üstəcə qatı nitrat turşusundan söhbət gedir də. Alınır mis NO2 üzərinə su. Bax, qəbula belə tez bunları oksidaşmə dərəcələrini belə deyək də qeyd edirsiniz. Bunu, bax, oksigen -2-dir, hidrogen 1-dir. 3-ü vurun 2-yə, işarə nəzərə almadan biri çıxın. Hidrogenin orada oksidaşmə dərəcəsini müsbət 1-i, atın üstə müsbət 5-dir. Bu burada müsbət 4-dür. Bax, -2-ni yazın, içini vurun -2-yə, bölün azotun indeksini atın. Bu müxtəlif üsullar, tapılma üsulları var. Laf bilmədiniz, yenə bilmədiyiz ikisindən qeyd edeyim. Tutaq ki, NO2-ni tapa bilmirsiniz də uşaqlar, ağlınıza gəlmir ki, bax, demişəm, 2-ni vurun -2-yə, bölün azotun indeksini, ikinci mütləq müsbət olur. Laf bu da ağlınıza gəlmədi. NO2 -2 yazın, bunu X yazın, indeksi vurun, azotun indeksi 1-dir. Vurdum, 1x etdi, üzərinə gəldim. Deməli, -4 bərabərdir 0, x bərabərdir müsbət 4 olduğunu tapdım. Yəni, bunu belə deyək də, yəni, bunu şifahi tapmaq daha çox sərf eləyir də, bunun müxtəlif üsulları var. Yəni, onsuz da bu qəbula gedən uşaqlar bunları yazmaqdan əzbərləyiblər də, yəni, bunu fikirləşmədən burada düzürlər. Burada indi baxın, burada 0, mis keçib 0-dan, mis keçib müsbət 2-yə, azotda müsbət 5-dən, deməli, müsbət 5-dən keçir azot müsbət 4-də. Baxın, burada 2 elektron verirdi. İndi bax, mis bilirik ki, metallar həmişə reduksiya edici, ancaq elektron verirdi. Bunlar tapaq sizə çətindirsə, bax, 0-dan çıxın 2-ni. Bax, 0 çıx müsbət 2 bərabərdir -2. Əgər bura siz mənfi aldınızsa, reduksiya edicidir. Burada 5-dən 4 çıxsam, bax, müsbət alıram da, elə deyil. Müsbət alıramsa, bax, yazdım elektron. Deməli, burada bir elektron aldı. Bax, bilirəm, orada üstləri çıxın. Misin üstə 0 var. Çıxdım, misin üstə müsbət yükü. Aldım 0. Burada da 5 çıxaq. Müsbət 5 çıxaq. Məsələn, indi riyaziyyatda da bu mənfilər belə qoyuram ki, yəni lap dəqiq olsun. Bu da alınır müsbət 1 elektron. 1-də yazılmır. Bax, görsün, ora müsbət qoydum, bura mənfi qoydum. Deməli, burada bu deməkdir ki, mis elektron verdi, reduksiya edicidir. Azot elektron aldı, oksidləşdiricidir. Burada da verilənləri əmsal şəklində bizə lazım olur da. Deməli, 2-ni yazdıq bura.
1'ə 1'ə. Yenə burada ətraf tapdıq. 2 2'yə 1, 2 1'ə 2. Deməli baxın, azotda 2 yazılır. Qalanını özümüz yəni tapmaq məcburiyyətindəyik hesablamaq. 2 azot burdadır, 2 NO3 burdadır. Gəlin baxaq, onda nə qoya bilərik? 4 qoya bilərik bura. Sonra baxaq, 4 burada 2 qoyduq. 2 oksigen burada 2 4 6, 2 də üçün 6, 10 12. Hə, bərabər oldu. Burada baxın, bir də reduksiya məhsulunu tapın deyir. Oksidaşma məhsulunu tapın. Misin baxın. Burada mis elektron vermə prosesi oksidləşmədir. Bax, bu prosesin elektronun verilməsi. Bax, buna pozaq, sizə yanlış gəlməsin. Hə, elektron verilməsi prosesi oksidləşmədir. Yəni, bax, bu sxem oksidləşmə prosesidir. Elektronun verilməsi. Oksidləşmə. Elektronun alınması reduksiya. Baxın, prosesi yazıram ki, prosesidir. İndi birdən sizə burada oksidləşmə məhsulunu göstərdin deyə, reduksiya məhsulunu göstərdin. Baxın, azot müsbət 5-dən keçib müsbət 4-ə. Nəyin tərkibindədir? NO2. Deməli, NO2 orada reduksiya məhsuludur. Reduksiya məhsuludur. Bir də deyirəm. Elektronun alınması reduksiya prosesidir. Baxın, görün o reduksiya olunan o atom nəyin tərkibindəsiz. Gedib bax, onu reaksiyanın sağında baxıb tapırsınız, götürdünüz. İndi baxın, mis burada deyir oksidləşmə məhsulu hansıdır? Mis nəyə keçib? Mis 2 müsbət nəyin tərkibindədir? Bax, bu mis 2 nitratın tərkibindədir də. Deməli, mis 2 nitrat da orada duzun tərkibində, belə deyək, mis NO3 2 də oksidləşmə məhsuludur. Bax, oksidləşmə məhsuludur. Yəni, bunu rahat üsullarla, bu proseslərin adını sadəcə bilməklə, elektronun verilməsi prosesini oksidləşmə, elektronun alınması prosesinə reduksiya prosesi deyilir. Baxın, mis burada elektron verirsə reduksiya edicidir, oksidləşir. Azot burada elektron aldı, oksidləşdiricidir, reduksiya olunur. Məhsul da nədir? Baxın, görün o hissəcik atom, o yükünə görə nəyin içindədir? Bax, onu reaksiyanın sağına baxıb, tez onu reduksiya məhsulu, yaxud oksidləşmə məhsulu kimi qeyd edir. Deməli, bizim bu reaksiyamızda mis 2 nitrat oldu oksidləşmə məhsulu, mis NO2 də oldu reduksiya məhsulu. Bir də belə suallar düşür ki, uşaqlar, 4 mol azot, baxın, burada 4 mol azot həm burada neçə molu bunu reduksiya olunur. Baxın, 4-ün ikisi burada keçib NO2-ni belə deyək də əmsalıdır. Onda 4-ü 100% götürürsünüz, 2 molu da x%. Yəni bunun 4 mol burada azotun 2 molu belə deyək reduksiya olunub. 2 molu keçib bax duzun içinə. Bax bu duzun içindəki. Yəni 4 mol burada nitrat dursun, 2 molu reduksiya olunub, 2 molu da oksidləşib. Yəni duzun tərkibindəkidir bax. Belə. Yəni o faizə çevrilmək deyəndə onu siz rahatçılığına faizə çevirə bilərsiniz də. 4 mol mənim HNO3-üm var idi. 100%-dirsə, bax bu 4. 4-ü qeyd etdik. Bunun 2 molu orada reduksiya olunubsa, nə qədər reduksiya olunub? X%. Yəni bu X-in bərabərdə 50% olduğunu, 2 molu da duzun tərkibinə keçib. Yəni orada nə reduksiya olunub, nə oksidləşib, sadəcə ilə duzun tərkibinə keçib. Bu qədər uşaqlar. Diqqətiniz üçün çox sağ olun. Növbətli sınaqda görüşənə qədər umarım bu sınağın elə 1-ci, 4-cü qruplar üçün də faydalı olar. İzləmənizdə diqqətli necə deyir, fayda vardır. Əgər izahımı bəyəndinizsə, kanalıma abunə olmağı, bəyənməyi də unutmayın. Ki, mən də növbəti sınaqları necə də izah verə bilim. Davamı gəlsin.